Salam əziz şagirdlər. Bugün biz bəzi suallara baxacağıq, hansılar ki, əvvəlki illərdə düşüb və bu ildə düşə bilər. Birinci başlayaq 4 iyun 2023-cü ildə düşən suala. Bizə birinci sual deyir ki, o mərkəzindən keçən, ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin mərkəzə qaçma təcilləri arasında hansı münasibət doğrudur? Biz şəklə baxan zaman görürük ki, 2 dənə disk var. Birinci diskin üzərində 1 və 2 nöqtələri, ikinci disk üzərində isə 3 nöqtəsi qeyd olunub. Bizdən təcilin necə dəyişdiyini soruşur. Baxıram ki, iç-içə disklərdə nələr bərabərdir? Omeqalar. Yəni, omega 1 bərabərdir omega 2, o da bərabərdir omega 3-ə. Deməli, təcilin elə bir düsturunu yazmalıyam ki, orada omega olsun. Yəni, A bərabərdir omega kvadratı R düsturunu istifadə edəcəm. A ilə R düz asılı, yəni radius çoxdursa, təcil də çoxdur. Baxıram ki, 1 ilə 2-nin radiusları eynidir. Yəni A1 bərabərdir A2-yə. Amma üçüncünün radiusu bunlara baxanda daha böyükdür. Belə. Deməli, A3 isə daha böyükdür. Yəni A variantı. Keçək növbəti suala. Bu da 4 iyun 2023-cü ilin sualıdır. Burada bizə deyir ki, verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asılı qrafikinə əsasən qaz birinci haldan ikinci hal keçdikdə bizdən həcm və sıxlığı soruşur. Bu sual düşən zaman çox uşaqlar səhv etmişdi. Düşünmüşdülər ki, bu izoxor prosesdir. Yəni qrafiki sanki buradan keçirmiş kimi düşünüblər. Amma elə deyil. Diqqətlə baxsaq görərik ki, xətt bizdə daha sağa doğrudur. Yəni bura baxanda görürəm ki, temperatur az dəyişilib. Daha çox nə dəyişilib? Təzyiq. Yəni təzyiq bu qədər azalıb, temperatur isə daha az azalıb. Bizdə belə bir düstur var. PV bərabərdir nRT. Bizdən həcmi istəyir. Həcmi bilən zaman avtomatik sıxlıq da biləcəyik. Həcmi buradan tapsaq V bərabərdir nRT bölünsün P-yə. Bizdə təzyiq azaldığı üçün həcm nə edəcək? Artacaq. Həcm artan zamanda avtomatik sıxlıq azalacaq, yəni A variantıdır. Burada biz temperaturu nəzərə almırıq, çünki temperatur cüzi azalıb. Yəni temperaturu nəzərə alsaq biz burada, onda biz buna nəzərən götürməliyik və həcmi yenə azalmış kimi götürürük onda. O zaman sualımın cavabı səhv çıxacaq. Bizdə temperatur cüzi azaldığı üçün biz təzyiqi nəzərə alırıq. Keçək növbəti suala. Növbəti sual da 4 iyun 2023-cü ilin sualıdır. Bizə deyir, sarğaza cəryan şiddətini 2 dəfə artırdıqda, onun maqnit sahəsinin enerjisi 60 joule artar. Sarğacın maqnit sahəsinin enerjisinin başlanğıc qiymətini hesablayın. Cəryan şiddəti 2 dəfə artdı. Yəni I2 bərabərdir 2I1-ə. Maqnit sahəsinin enerjisi isə 60 joule artdı. Yəni W2 bərabərdir 60, üstəgəl W1. Bizim düsturumuz necə idi? W bərabərdir L-I kvadratı bölünsün 2. Yəni W ilə I düz və kvadratik asılıdır. Asılığı yazsaq, W1 bölünsün W2 bərabərdir I1 böl I2-nin kvadratı. Aparaq yerinə qoysaq, W1 bölünsün, W2 nədir? 60 üzərinə gəlinsin W1 bərabərdir. I1 bilmirik nədir? I2 isə 2I1-dir və kvadrat. Bunlar ixtisar gedən zaman 2-nin kvadratı məxrəcdə 4 və sürətdə 1 qalır. Bunu da çarpaz vurub həll edən zaman olur 4W1 bərabərdir 60 üzərinə gəlinsin W1. Tənliyi həll etsək, W1 bərabərdir 20. Bizdən elə başlanğıc qiymətini soruşur. Keçək digər suala. Bu 20 avqust 2020-ci ilin sualıdır. Deyir, sabit kütləli ideal qazın təzyiqinin mütləq temperaturunun asılı qrafiki verilib. Yəni təzyiqin temperaturunun asılı qrafiki verilib və bizdən həcmin temperaturunun asılı qrafikini qurmağımızı istəyir. Həcmin temperaturdan asılı qrafiki. Biz qrafikə baxan zaman görürük ki, bu izobar prosesdir. Nəyə görə? Çünki P dəyişmir.
Temperatur nə edir? Temperatur isə azalır. İzobar prosesdə V ilə T düz asılıdır. Nəyə görə? PV bərabərdir T-yə. Yəni P dəyişmirsə V ilə T düz asılıdır. Asılılığım belədir. Amma ox yuxarı yoxsa aşağı olduğunu təyin etmək üçün bayaq dedik, temperatur neynədir? Azaldır. Nəyə görə? Temperaturun oxu sağa doğrudur. Burada isə ox sola doğrudur. Ona görə qrafikimiz bu şəkildə olacaq.